Amerikada bir vaxtlar içki tamamilə qadağan olunmuşdu. Bəli, tamamilə. 1920-ci ildə Amerika Birləşmiş Ştatları hökuməti radikal bir addım atdı. Spirtli içkilərin istehsalı, satışı və daşınması qadağan edildi. Amma bu qərar birdən-birə verilmədi. 19-cu əsrin sonlarından ölkədə ayıqlıq hərəkatı güclənirdi. Dini təşkilatlar, qadın birlikləri, ailə dəyərlərini qorumaq istəyən qruplar hamısı içkinin cəmiyyəti dağıtdığını deyirdi. Nəticə 1919-cu ildə 18-ci Konstitusiya düzəlişi, 1920-ci ildə Wall Street qanunu və böyük qadağa başladı. Zavodlar bağlandı, barlar lisenziyasız fəaliyyət göstərə bilmədi. Ölkə üzrə minlərlə agent yaradıldı. Gizli barlara reydlər edildi, müsadirələr, həbslər və böyük cərimələr. Sərhədlərdə isə başqa bir savaş gedirdi. Kanadadan və Meksikadan gələn qaçaq içkilərə qarşı xüsusi qruplar yerləşdirildi. Sahil mühafizəsi gizli gəmilər izləyirdi və ən qalmaqallı addım. Hökumət sənaye spirtinin içinə zəhər qarışdırdı. Məqsəd qanunsuz istehsalçıları dayandırmaq idi, amma bu həmin dövrün ən çox tənqid edilən üsulu oldu. Təbliğat da maksimum səviyyəyə çatdı. Plakatlar, dərsliklər, filmlər hamısı içkini Amerikanın düşməni kimi göstərirdi. Amma plan uğursuz oldu. İçkiyə tələbat yox olmadı, yer altına düşdü. Speak Easy deyilən gizli barlar hər yerdə açıldı. Mafiya isə tarixinin ən güclü dövrünə qədəm qoydu. Cinayət artdı, iqtisadiyyat zəiflədi və nəhayət hökumət anladı. Bu qadağa işləmir. 1933-cü ildə 21-ci Konstitusiya düzəlişi qəbul edildi və Prohibition dövrü rəsmi olaraq bitdi. Nəticədə ABŞ hökuməti nəzarət, güc və təbliğatın bütün formalarını işə saldı. Amma cəmiyyətin vərdişlərinə qalib gələ bilmədi. İçki qadağası bitdi. Amma onun nəticələri, mafiyanın yüksəlişi və dövlət nəzarətinin sərhədləri tarixdə qalıcı iz buraxdı.